Salam, hər vaxtınız xeyir. Coğrafiya 7-ci sinif iş dəftərində quruda relyef formaları necə paylanılmışdır mövzusunun ikinci hissəsini izah edək. Deməli, keçən dərs Avropa, Asiya və Şimali Amerika qitələrini izah etdik. Bu dərs isə Cənubi Amerika, Afrika və Avstraliya qitələrini izah edərik. Cənubi Amerika qitəsinin xəritə sıxımına əsasən tapşırıqları yerinə yetir. Burada ilk olaraq Cənubi Amerikanın relyef formalarını cədvəldə verilmiş xüsusiyyətlərə görə qruplaşdırır. Cavan dağlar burada An dağlarıdır. Qədim dağı yoxdur Cənubi Amerikada. Akkumulyasiya düzənliklərinə biz Amazon ovalığı, həmçinin Orinoco ovalığı, La Plata ovalıqlarını yaza bilərik. Yəni akkumulyasiya düzənlikləri. Denudasiya isə Gviana yaylası, Braziliya yaylası qeyd etmək olar. Cədvəldə yazdığın relyef formalarının adlarını xəritə sıxım üzərində qeyd et. Gəlin göstərək xəritə üzərindən. Deməli, An dağlarını göstərmək istəsək, bu An dağlarıdır. Düzənliklərə baxsaq, 1 Amazon ovalığı, 2 Orinoco ovalığı, 3 La Plata ovalığıdır, 4 Gviana yaylası, 5 də Braziliya yaylası olacaq. Daha sonra ən hündür nöqtə An dağlarındadır. Aconcagua zirvəsidir. Aconcagua zirvəsi. Onun da hündürlüyü 6960 metrdir. Cənubi Amerikanın ən çökək yeri isə Argentinanın ərazisində yerləşən Laguna del Carbon gölüdür, -104 metr. Yəni ən çökək yeri. Onları da göstərsək, burada ən hündür yer Aconcagua zirvəsidir. Bir rəqəmi, Laguna de Carbon gölü isə ən çökək yeridir. 2 rəqəmi ilə göstərdiyimiz ərazidə yerləşir. Daha sonra Afrika qitəsinin xəritə sıxımına əsasən tapşırıqları yerinə yetir. Afrikanın relyef formaları cədvəldə verilmiş xüsusiyyətlərinə görə qruplaşdırır. Cavan dağlar Atlasdır əlbəttə ki. Qədim dağlara Kap və Əjdaha dağlarını qeyd edə bilərik. Şahid dağlar Əhəqqar, Tibesti və Darfur və yaxud Marra platosudur. Akkumulyasiya burada, yəni Afrikada olan akkumulyativ ərazilərə, belə deyək, çökək ərazilərə biz deyə bilərik Kongo çökəkliyini. Denudasiya olan yaylalardır, yəni Efiopiya, həmçinin Şərqi Afrika. Gəlin, sonra dedik, cədvəldə yazım relyef formalarının adlarını xəritə sıxım üzərində qeyd et. Gəlin, qeyd eləyək. Deməli, 1 Atlas dağlarıdır, 2 Kap dağları, 3 Əjdaha dağlarıdır. Şahid dağlara 4 Əhəqqar, 5 Darfur, 5 Tibesti, 6 Darfurdur. Daha sonra yayl ovalıqlara Kongo çökəkliyini 7-ni qeyd edə bilərik. Həmçinin Senegal çökəkliyi də qeyd etmək olar 8. 9 yaylalara isə Efiopiya yaylası 9, 10 da Şərqi Afrika yaylasını qeyd etmək olar. Afrikanın ən hündür yeri Kilimanjaro vulkanıdır. Kilimanjaro'nun hündürlüyü 5895'dir. Kilimanjaro yatmış vulkandır həmçinin qeyd eləyək. Ən alçaq nöqtəsi isə Assal gölünün səviyyəsidir. Assal gölü də okean səviyyəsindən -155 metr aşağıda yerləşir. Xəritə üzərindən də bunları göstərək. Deməli, 10 rəqəmi yazdığımız yerdə həm də Kilimanjaro vulkanı yerləşir və dairə aldığım yerdə də Assal gölünün səviyyəsi -155 metr yerləşir. Avstraliya qitəsinin xəritə sıxımına əsasən tapşırıqları yerinə yetir. Avstraliyada da qədim dağlara biz elə Avstraliyada məşhur dağ olan, yəni ən hündür dağının da yerləşdiyi böyük su ayırıcı dağları deyə bilərik. Böyük su ayırıcı. Şahid dağlara, yəni Avstraliyaya yerləşən şahid dağlardan əsasən mərkəzində yerləşən Uluru massivini söyləyə bilərik. Akkumulyasiyaya burada, yəni Avstraliyada mərkəzi ovalıq,
mərkəzi ovalıq, həmçinin Nallarbor düzənliyi, denudasiya isə Qərbi Avstraliya. Qərbi Avstraliya yaylasını misal göstərə bilərik. Xəritə üzərindən göstərsək, böyük su ayrıcı dağlardır. 1 rəqəmi ilə göstərilən. Daha sonra Şahid dağları, Uluri massivi 2, mərkəzi ovalıq 3, 4 Nallarbor düzənliyidir, 5 də Qərbi Avstraliya yaylasıdır. Avstraliyanın ən hündür yeri böyük su ayrıcı dağlarında yerləşən Kostuşka zirvəsidir. 6 rəqəmi ilə göstərildiyimiz yerdə onun da hündürlüyü, yəni böyük su ayrıcı dağların ən hündür yerdə 2228 metr təşkil edir. Ən çökək yeri isə 7 rəqəmi ilə göstərdiyimiz yerdədir. Eğri gölünün səviyyəsi də -16 metr təşkil edir. Yəni ən hündür yerə Kostuşkanı, ən alçaq yerə də Eğri gölünün səviyyəsini yaza bilərik, -16 metr. 7-ci tapşırıqda Azərbaycanın fiziki xəritəsindən istifadə edərək tapşırıqları yerinə yetir. Azərbaycan ərazisində dağ sistemlərinə aid olan silsilələri cədvəldə yaz. Böyük Qafqaza aid silsilələrdən biz Baş Qafqaz silsiləsi, Baş Qafqaz və yaxud baş su ayrıcı silsilə deyə bilərik həmçinin buna. Yan silsilə. Bunlardan əlavə burada Niyal dağ, Qovdağ kimi silsilələr aid edilir Böyük Qafqaza. Kiçik Qafqaz dağlarına Şahdağ silsiləsi, sonra Murov dağ silsiləsi, Qarabağ silsiləsi, bunlara aid edə bilərik. Naxçıvanda olan silsilələrə xüsusilə də 2 silsilə Zəngəzur və Dərələyəz silsilələri. Talış dağlarında Talış silsiləsi, Peştəsər, Burovar silsilələrini aid etmək olar. Cədvəldə yazdığım relyef formaları adlarını xəritə sıxım üzərində qeyd edək. Gəlin qeyd eləyək. Bu baş su ayrıcı və yaxud Baş Qafqaz silsiləsidir. Yəni 1 rəqəmi ilə yazdığım. 2 yan silsilə. 3 Qovdağ, 4 Niyaldağ silsilələridir. 5 Şahdağ, 6 Murovdağ, 7 Qarabağ silsiləsidir. 8 Zəngəzur, 9 Dərələyəz, 10 Talış, 11 Peştəsər, 12 də Burovar silsilələrdir. Kür-Araz ovalığına aid olan düzənlikləri Kürün sahilində yerləşməsinə görə qruplaşdır və xəritə sıxım üzərində yaz. Kürün sağ sahilində yerləşən düzənliklərə biz qeyd edə bilərik Gəncə Qazax düzünü, Gəncə Qazax, həmçinin qeyd edə bilərik Qarabağ düzünü, Qarabağ, Muğan, Mil düzənliklərini, Salyan düzlərini sağ sahilə, sol sahilinə Şirvan və cənub-şərqi Şirvan düzənliklərini qeyd edə bilərik. Gəlin Kürün sağ və sol düzənliklərini göstərək. Əvvəlcə ilə Kür çayı burada göstərilib, daha tünd rənglə göstərək. Bu göstərilən çay Kür çayıdır. Bir rəqəmi Gəncə Qazax düzüdür, 2 rəqəmi Qarabağ, 3 Mil, 4 Muğan, 5 Salyan, 6 Şirvan, 7 də cənub-şərqi Şirvan düzənlikləridir. Yəni 6 və 7 rəqəmləri, yəni Şirvan və cənub-şərqi Şirvan Kürün solunda, 1 Gəncə Qazax, 2 Qarabağ, 3 Mil, 4 Muğan, 5 Salyan düzləri də Kürün sağ sahilində yerləşirlər. Cədvəldə dağ sistemlərinin ən hündür silsilələrini, ən hündür zirvəsini
hündürlüyünü yaz və xəritə üzərindən qeyd et. Deməli, Böyük Qafqazda Bacardüzü zirvəsi 4466 metrdir. Kiçik Qafqazda, yəni ən hündür zirvə Murovdağ silsiləsində. Murovdağ, yəni bayaq göstərdik bunları zaten. Camışdağdır. Camışdağ 3724 metr. Naxçıvanda ən hündür zirvə Zəngəzur silsiləsindədir. Qapıcıq 3904 metr. Talış dağlarında da elə. Talış silsiləsində də ən hündür zirvə bu Kömür göydür 2493 metr. Yəni ən hündür zirvələrlə bunları yaza bilərik. Azərbaycanın fiziki xəritəsindən istifadə edərək düzənliklərə aid tapşırıqları yerinə yetir. Akkumulyasiya mənşəli düzənliklərə bayaq yazdığımız Qarabağ düzü, Qarabağ, Şirvan, daha sonra yəni ümumilikdə Kür-Araz ovalığında olan düzənlikləri Salyan, Mil, Muğan, yəni geniş şəkildə deyə bilərik. Dendasiya mənşəli düzənliklərə Qarabağ vulkanik yaylasını xüsusilə deyə bilərik. Qarabağ vulkanik yaylası. Ölkə ərazisində yerləşən düzənliklər yerləşməsinə görə cədvəldə rəqəmlərlə işarələyərək qruplaşdır. Düzənliklər yerləşməsinə görə cədvəldə rəqəmlərlə işarələyərək qruplaşdır. Burada məsələn biz belə deyək, Böyük Qafqaz dağları boyu yerləşən düzənliklərə baxsaq, Samur-Dəvəçi ovalığı, həmçinin Qusar mayili düzənliyi və həmçinin Qanı-Xəyriçay düzənliyini deyə bilərik. Kiçik Qafqaz dağları boyunca yerləşən düzənliklərə Qarabağ düzü, Qarabağ vulkanik yaylası, bunu deyə bilərik. Naxçıvanın ətəklərində yerləşən düzənliklərə biz Naxçıvan düzünü, sonra Gülüstan, həmçinin yəni o Naxçıvanda yerləşən düzənliklərə bunlardan əlavə, yəni fiziki xəritəmizdə baxanda orada Yayçı düzənliyi, Ordubad düzü. Talış dağları ətəklərində yerləşən düzənliklərə Lənkəran ovalığı. Kür çayı boyunca yerləşən düzənliklərdə biz qeyd etdik bayaq. Salyan, Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, yəni bu düzənlikləri deyə bilərik. Daha çox bunlar Kür çayı boyunca yerləşirlər. Qarabağ düzənliyində orada deyə bilərik. B bəndindəki düzənliklərə uyğun rəqəmləri xəritə üzərində qeyd et. Düzənlikləri bayaq göstərdik. Bəzi düzənliklər burada qalmışdı. Gəlin onları da göstərək. Deməli, burada 7-si rəqəmləri göstərmək. Düzənliklər də burada mavi rənglə göstərsək, 8 Qanı-Xəyriçaydır, 9 Samur-Dəvəçidir, 10 da Qusar mayili düzənliyidir. Yəni bunlar da digər düzənliklərimiz hesab olunurlar. Azərbaycan ərazisində mütləq hündürlüyünə görə ən alçaq və ən hündür məntəqələrin adını yaz və xəritə üzərində yerini qeyd et. Ən hündür nöqtə 4466 metrlə Bazardüzü zirvəsidir. Bazardüzü. Ən alçaq nöqtə isə Xəzər sahili ovalıqdır. Xəzər sahili ərazilər -27 metr.